çadırda qalırsınızsa və təksinizsə, qrupda fərq etməz. Meşədə sizə tamamilə rahat yatmaq olmaz. Ayaqqabılarımı sadəcə kloxa keçirmişəm ki, tulum batmasın və soyunmamışam. Çünki təkəm, hər an hər şey ola bilər. Kənd buradan hardasa bir 6 kilometr təxmini uzaqlıqdadır. Yəni nəsə olsa gəlib kömək çatmaq ehtimalları çox-çox aşağıdır bu saatda. Aşağıda nəysə var. 2 dəqiqə qalın.